Salam əziz dəyərli izləyicilər. Bugün sizə Əqrəb burcunu təqdim edirəm əzizlərim. Bu həftə sanki sənin içində uzun müddətdir yığılıb qaldığı bəzi enerjilər partlama dərəcəsinə, partlama nöqtəsinə gəlib. Amma biraz güclənərək eyni zamanda dərin emosionallıq gətirəcək sənə. Özünüzü həm çox istəkli, həm də qərarsız hiss edə bilərsiniz. Həyat səndən nə istədiyini artıq daha aydın soruşur. Yəni, nəyi davam etdirmək, nədən qurtarmaq istəyirsən? Bax, bu suallara dürüst cavab verərək çox böyük dönüş yaşaya bilərsən əzizim. Düzdür, enerjin səni çox dəyişkəndir. Lakin bu dəyişkənlik səni məhv etmək üçün deyil, səni yeniləmək üçündür. Keçmişdə səni yoran mövzular var, insanlar var, işlər var, duyğular artıq təsirini yavaş-yavaş itirəcək. Sən öz ruhunun üzərində yenidən bir hakimiyyət quracaqsan. Bu həftə həm ruhani, həm də real dünyada sənin üçün bir oyanış həftəsi ola bilər əzizim. Yəni, biraz səssizlik var. Elə içinə səssizlik çöküb. Bəzən elə bəzilərinizdə, əqrəblərdə elə kin tutma var ki, bəzən insana qarşı, yəni qarşı tərəfin elədiklərini kin kimi saxlaya bilirsiniz içinizdə. Amma çalış bu həftə iç səsini dinlə. Qısqanclıq, gizli bir hesablaşmalar, tıxanmış bir məsələ kimi hiss edirsən. Qeydə qoyduqlarım var, böyük bir yorğunluq var bəzinizdə. İş yerində biraz bulanıqlıq durumları var. Doğru qərar verməyi düşünürsən, yanlış fikir verənlər ətrafında var. Enerjin yavaş-yavaş yüksələcək, məntiqinlə hərəkət edəcəksən, düşüncələrin geniş, ağlına çox şeylər bəzən gəlir, qərarsızlıqlar içində olursan, birilərlə tezliklə, qarşı tərəflə tanışlığı da biraz tələsmə, biraz araşdır, sevgi həyatında sənə səbir lazımdır, ağzından çıxan kəlmələrə sənin üçün bu həftə çox önəmlidir. İş həyatında və həftə sanki sən elə bir iş yerində də, yəni bu həftə sənin üçün iş həyatında səhnə sənindir, bax, cümləmi quraşdırım. Amma bu səhnə bir sınaq meydanına da çevrilə bilər. Rəhbərlik, həmkarlarla münasibətlərdə bəzi gizli gərginliklər də çıxa biləcək. Amma sən öz soyuqqanlığını qorsan, bu gərginliklər sənə üstünlük qazandıra bilər. Yeni məsuliyyətlər, gözlənməz tapşırıqlar səni bir az yora bilər. Amma eyni zamanda nüfuzunu artıracaq, yavaş-yavaş artıracaqsan. Bu həftə ən vacib şey emosiyalarını idarə etməkdir. Hisslərin səni yönəldirsə də qərarları ağlınla verməlisən. Yəni, ya bizneslə, ya ticarətlə məşğul olursansa, əzizim, gizli dəstəklər ala bilərsən. Bəlkə də kimisə yardımı ya təklifi ola bilər. Həmçinin uzun müddətdə düşündüyün bir ideya artıq həyata keçmək üzrədir. Əlverişli bir şərait yaranacaq sənin üçün. Həftənin sonunda isə bağlı bir dönüş nöqtəsi səni gözləyir. Ya yeni bir başlanğıc, ya da yeni bir strategiya ola biləcək əzizim. Maddiyyat sahəsində deyərdim bəzi dəyişikliklər. Yəni, enerjiniz çox güclənəcək, gözlənilməz